Bugün sizə çox soruşulan və bəlkə də heç kimin düz demədiyi bir mövzudan danışacağım. TikTok jeton hiyləsi. Bəli, düz eşitdiniz, jeton hiyləsi. Amma diqqət, bunu videonun axırına qədər izləməsən, sonra edə bilmədim demə. Valla sonra gəlib məni günahlandırırsan. Mən nə bilim, sən videonun ortasında çıxmısan. Əvvəlcə bir şey deyim. Bu video sadəcə bu videonu izləyənlər üçündür. Yəni sən buradasan, artıq şanslısan deməkdir. Yəni otur rahat izlə, barmağını da videonun altındakı bəyən düyməsinə bir dəfə toxundur, barmağın qırılmaz. Valla. Yorumlara isə TikTok istifadəçi adını yazmağı unutma. Çünki videonun sonunda ilk 30 nəfərə 10.000 jeton hədiyyə edəcəyik. Siz edə bilməsəniz belə biz göndərəcəyik. İndi gələk əsas hissəyə. Jeton hiyləsi necə edilir? Aha, bu hissəni diqqətlə dinlə. Videonun açıqlamasında bir link qoymuşam. Amma ora indi getmə. Videonun axırına qədər bax. Çünki çoxları səhv edir. Yarıda çıxır, sonra deyir sistem işləmir. Sistemi sən pozursan da, sayta girirsən, ən son bölməyə keçirsən. Orada bütün hilələr var. Oradan TikTok paketləri bölməsini seçirsən. Sonra TikTok jeton hiləsinə vurursan. İstifadəçi adını yaz, sonra isə göndərmək istədiyin miqdarı seç. Mənim sənə məsləhətim, gündə maksimum 5000 jeton göndər. Çox eləmə, sistem blok edə bilər. Azərbaycandasansa Azərbaycan serverini, xaricdənsə xarici serveri seç və göndər düyməsini vur. Videonun açıqlamasındakı linkə indi tıkla və öz jetonlarını qazan. Görüşənə də güllərim mənim.